Salamlar hər kəsə. Qızlar, bugün getmişdim Əcəmdə yerləşən Dekolev mağazasına. Burada maraqlı əşyalar var idi. Fincanlar, suvenirlər, hədiyyəli əşyalar. Qiymətləri də münasib idi. Mən özümə fincan almaq istəyirdim. Birini götürdüm. Qızlar, evə gəldim. İndi fincanı açıb sizə göstərəcəm. Bir də orada Əcəmidə mağazaların birindən özümə belə bir köynək götürdüm. Qiyməti 80 manat idi. Korичневый rəngdə. Belə belində qızılı detaylı kəməri var. Rəngi də xoşuma gəldi. Bunu götürdüm ona görə. Bir də qızlar, Olivia'dan belə parça maskalar götürdüm. Hər birini endirimlə 99 qəpiyə düşmüşdü. Aldım. Bir də Cicot firmasının Koreyanın da üz yuma köpüğünü götürdüm. Clara'nın belə tonik götürdüm. Hamısını endirimlə indi çəkib baxım deyəcəm sizə qiymətini. 27 manat 35 qəpik ödədim hamısına birlikdə. Qızlar, fincanı da açıb sizə göstərəcəm. Belə mən götürdüyüm üstündə belə pişik var. Bu xoşuma gəldi daha çox. Çox şirindi. Orada seçim çox idi. Fincanlar çox idi orada. Qızlar, bir də Volt vasitəsilə belə Olivia'dan sifariş verdim. Bir neçə məhsul gətirdilər. Cosmogenes'in belə tonikini aldım. Bunu da istifadə eləyəcəm. Bir də Clara firmasından belə bir hidrofil yağı almışam makyajı təmizləmək üçün. Bunu da istifadə eləyəcəm. Bunu sizə göstərmişdim. Mən tonikini də almışam. Qiymətini də deyəcəm sizə hər birinin. Hər ikisinə də 22 manat 8 qəpik ödəmişəm. Qızlar, digərləri də var, onları da göstərəcəm. Bunların hamısını mən Volt vasitəsilə sifariş vermişəm. Belə parça maskalar almışam. Bunlardan yenə də aldım. Bunlar endirimdə idi. Qızlar, bir də belə Holy firmasından belə patçilər almışam. İçində 60 ədəddir. Bunları da gündəlik elə hər gün istifadə edirəm. Bu da xoşuma gəlir. İlqarı gətirdim belə əyləncə mərkəzinə. Fanland əyləncə mərkəzi. İlk dəfədir belə bir yerə gətirirəm. Çünki əvvəl daha çox balaca idi deyə belə yerlərə gətirmirdim. Biraz oynasın. Burada ona hər şey maraqlı gəlir. Oynayırdı. Qızlar, gəldik evə, McDonald'sdan yemək sifariş verdim özüm üçün. Bunları yeyəcəm və biraz istirahət eləyəcəm. Çox sağ olun qızlar, məni izlədiyiniz üçün. Kanala abunə olmağı unutmayın.